7,2 qram doymuş aldehidin oksidləşməsindən alınan turşunun tam neytrallaşmasına sıxlığı 1,25 qram bölü millilitr olan 16 millilitr 20% natrium OH məhlulu sərf olunmuşdur. Aldehid molekulundakı atomların ümumi sayını hesablayın. Əvvəlcə məhlulun kütləsini tapaq. M bərabərdir rho vur V. Sıxlığı 1,25, həcmi 16, bu olacaq 20 qram. Məhlul oldu 20 qram və 20% natrium OH-dir. Onda natrium OH-ın kütləsi olacaq 20-nin 20% olacaq 4 qram. İndi aldehiddən alınan turşunun natrium OH-la reaksiyası olub. CnH2n plus 1 COOH plus natrium OH alınır. CnH2n plus 1 COO natrium plus su. Deməli, natrium OH-ın 1 molunun kütləsi 40 qramdır. Bu 40 qram 1 mol turşu ilə reaksiya daxil olursa, bizim tapdığımız 4 qramda deməli 0,1 mol turşu ilə reaksiya girmiş olacaq. İndi ona əsasən 1 mol aldehiddən CnH2n plus 1 COH 1 mol turşu alına bilir. CnH2n plus 1 COOH. Deməli 1 mol turşu 1 mol aldehiddən alınır. Deməli bizdə turşu 0,1 moldursa, deməli aldehid də 0,1 mol imiş. Deməli bu 7,2 qram həmin aldehidin 0,1 molunun kütləsidir. Onda 1 molunun kütləsi də olmuş olacaq 72 qram. İndi bu aldehidin nisbi molekul kütləsi olacaq. Bu hissəsi 14N plus 1 üstə gələsin karbon, oksigen, hidrogen. Yəni 12, 16 və 1. Bu olacaq 72. Deməli 14N plus 30, 72-dirsə 14N 42, N olur 3. İndi bu ifadədə N'in yerinə 3 yazsaq, olasıdır. Deməli C3H7 COH belə. Deməli 3, bu da 7, 10, 11, 12, 13. Deməli cəmi atomun sayı 13 olacaq.